Livia müəllimə də sizdən başlayaq. Buyurun. Hansı açıq tipli sualdır? Mirzə Fətəli Axundzadə Qutqaşılının hansı əsərini yüksək qiymətləndirmişdir? Məncə bu konkretdir, açıq deyil. Demişdi ki, açıq suallar Hı -hı. bir neçə cavab özündə ehtiva eləyə bilər. Hı -hı. Nizami Gəncəvi Xosrov və Şirin poemasını yazdıqdan neçə il sonra İskəndarnaməni yazıb. Bu da açıq deyil. Vaqifin yaradıcılığında maraq neçənci əsrdən başlamışdır? Qalsın. Vaqifin öz dövründə mərhəmət və insan gözəlliyi mövzusunda yaradıcılığa münasibəti necədir? Bu ola bilər açıq. Axşamınız xeyir. Bağışlayın, bölürəm. Mən çıxmalı oldum. Çıxa bilərəm. Testlər işləmişəm, salımda yoxdur. Aha, çıxın. Əgər sualınız yoxdursa gedin. Yəni biz Yoxdur. Mən rahat bölməkdir. Əgər çatıra bilsəm qoşularam. Bir 5 dəqiqəlik işim var, 5-10 dəqiqə ona görə. Aha. Həcəmən qrupa keçənki suallardan ibarət sınaq atmışam. Yəni təxmin olunan suallardır, ağızdan eşidilən. Onu da yazarsınız. İşləyirəm mən. Baxdım, dedim boş vaxtım olanda rahat oturum işləyim ona görə. Yaxşı. Cavab B bəndi olar yəqin ki. B bəndi seçdiniz. Niyə? D. Dadaş. Aha. Açıq tipli sual hesab edirsiniz. Vaqifin öz dövründə mərhəmət və insan gözəlliyi mövzusuna yaradan münasibəti necədir? Bəli. Burada konkret olaraq hamının münasibəti bir cavabla ifadə olunmur. Fərqli cavablar ala bilərik. Digərlərində isə yəqin ki bir cavab var. Məsələn, yeni oxuduq. Verilmiş söz birləşmələrdən hansının, baxın hansının, söhbət bir cavabdan gedir. Bəli, konkret cəngiltili. Baxın, neçənci əsrdən yenə bir cavabı var. Yazdıqdan neçə il sonra yenə bir cavab var. Hansı əsər? Yenə də bir cavab var. O birisini də zəhmət olmasa siz oxuyun. 49-2 oxuyaq bugün. Bacarığın formalaşmasının əsas göstəricisini müəyyən edin. Ayrı-ayrı elm sahələrinə aid anlayışlara malik olmaq, bacarığın formalaşmasının əsas göstəricisi. Yalnız faktlara istinad etmək, resurslardan daha çox məlumat əldə etmək, əldə edilmiş bilikləri düzgün tətbiq etmək, prosedural bilikləri tətbiq etmək, əsas bacarığın formalaşması. Bacarığın formalaşması Resurslardan göstəricisi nə ola bilər? Anlaşılma. O A deyil məncə. Yalnız faktlara istinad etmək deyil. deyil bu da. Daha çox Resurslardan daha çox məlumat əldə etmək. Yəni, Bu məlumat yönümlü deyilik. Misal hazırda bacarıq yönümlü təhsili ehtiva edirik özümüzdə. Tətbiq sahəsi olar. D bəndi. D yoxsa E? Prosedural bilikləri tətbiq əldə olmuş bilikləri düzgün tətbiq etmək. Prosedural olar müəllimə. Çünki tətbiq eləyərkən yəni həyata keçirmək də belə deyək. Biz prosedural bilik keçəndə qeyd etmişdik ki, zəhmət olmasa mikrofonları bağlayın. Qeyd etmişdik ki, prosedural bilik tətbiq olunmasa da formalaşa bilər. Düz oldu. Xeyr, cavab B variantı olur. Ona görə ki, prosedural bilikləri tətbiq etməsək də mövcud ola bilər. Yəni, məsələn, deyirdik ki, bəzən səbrimiz çatmır, məsələnin cavabını almağa. Deyirik ki, bu məsələni necə həll edərsən? Şagird onu tətbiq etməsə də həll yolunu bizə izah edir. Bu o demək deyil ki, onun məsələ həll etmək bacarığı yoxdur. Məsələni izah edə bilirsə, öz sözləri ilə yəni onu bizə çatdırırsa, o zaman onun prosedural biliyi var. Burada düzgün tətbiq etmək olacaq. Şagird bilikləri düzgün tətbiq edirsə, o bacarığa çevrilmiş bilikdir. Eşidirsinizmi? Bəli, bir də vurğulayırıq ki, prosedural bilik tətbiq edilə də bilər, edilməyə də bilər. 48-i oxuyaq. Lamiyə müəllimə buyurun. 48-də cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrularda refleksiya dərs zamanı tətbiq olunan iş üsulunda hər kəsin fəal iştirakını təmin edir.
refleksiya əksinə əks əlaqə almaqdır da. Yəni refleksiya eləmək təzədən soruşmaq kimi bir şeydir. Məncə bu deyil. Refleksiya şagirdlərdə tənqidi düşüncəni formalaşdırır. Bəli, biz geri soruşuruq ki, məsələn, bu gün necə uyğunlaşdırdın, necə yekunlaşdıraq və yaxud da nəyi anladınız bu gün? Hər halda bilmədiyinə də fikir bildirirsə, bu tənqidi düşüncəni formalaşdırar. 3-də cəlb olunma şagirdlərin maraq və tələbatlarına uyğun şagird yönümlü olmalıdır. Bəli, belə olmalıdır. Refleksiya dərsi çox maraqlı başlamaq üçün bir vasitədir. Əksinə refleksiya hər mərhələdə daha çox da qiymətləndirmədə biz, yəni sonunda alırıq hər mərhələnin. Doğrudan 2 düzdür, yanlışdan da 4 düzdür. 2, 4 de. Bəli. Oldu de. Zəhmət olmasa biri də izah edərsiniz. Bir niyə Məmməd Səfol? Refleksiya dərs zamanı tətbiq olunan iş üsulunda hər kəsin fəal iştirakını təmin edir. Açığı bizə yoxlama gələcək deyənə bütün günü direktor bizi təlimlərə qoşubdu. Refleksiya mən belə yadda saxlamışam ki, yəni əks fikir almaqdır, həyata tətbiqini onlardan soruşmaqdır. Yəni hər kəs burada fəal iş üsulunda. Refleksiya artıq bitmiş bir prosesin şuurda Bəli, yəni intiqasıdır, sonundadır. əks olunmasıdır. Biz artıq prosesi yekunlaşdırmışıq, sonda bir də geri qayıdırıq ki, mən bundan nə götürdüm, evə nə aparacam, öyrənə bildimmi, çətinliyim nə oldu? Bu şəkildə şagirdin özünə verəcəyi suallardan ibarətdir. Ona görə iş üsulunun fəallaşması ilə nə əlaqəsi ola bilər ki? Yəni sonda olan bir proses kimi düşünsək. Əvvəllər icmalda olmazdı, ya da olardısa qiymətləndirmədən sonra bilməm yazırdıq bir 7-8 il bundan əvvəl. Amma indi əksinə deyir ki, gələn yoxlama onu yoxlayır ki, sən hər mərhələni uşaqlardan geri aldınmı? Maraq oyatma və Bəli, 7 həvəs mərhələli dərsdə qiymətləndirmə. qeyd olunurdu qiymətləndirmə və refleksiya, amma Bəli. indi İndi oldu, 5-yə bir şey keçib, yəni bəli, azalıb. yox. 47-də siz oxuyursunuz. Mən oxuyuram. Aha. Uyğunluğu müəyyən edin. Açıq tipli, qapalı tipli. Bir günlük müəllim olsaydınız nə edərdiniz? Bu açıq tiplidir. Nəqliyyatdan istifadə edən zaman hansı qaydalara əməl etmək lazımdır? Bunu hələ ki saxlayıram, ola bilsin qapalıya yazdım. Fəsillərdə havanın temperaturu necə dəyişir? Bunu da hələ ki saxlayıram, ola bilər coğrafiyada müəyyən bir temperatur intervalı var. İnsanlar qəzalardan mühafizə olunmaq üçün hansı ehtiyat tədbirləri görür? Yalnız bir fənni öyrənə bilsəydiniz, hansını seçərdiniz və niyə? A və Y dəqiq açıqdır. A və Y dəqiq açıqdır. Onda belə çıxır ki, B bəndi. Digərləri bəs niyə qapalı oldu? A və Y başqasını da görmədim. Yəqin ki, bu qaydaların xüsusi bir ardıcıllığı var. Nəqliyyat vasitəsini əməl etmək lazımdır. Fəsillərdə yəqin mən bilmirəm, amma müəyyən temperatur intervalları var. Yenə mühafizə olunmaq üçün ehtiyat tədbirlərinin yəqin punktları var, qaydaları var. Bəli, digər tərəfdən əgər biz suala bələd deyiliksə, digər fəndən olan sualdırsa, sualın quruluşuna, yəni sual cümləsinin quruluşuna diqqət edib cavab tapmaq olar. Baxın, burada bir dənə sual verib. Hansı? Demək, bunun cavabı bir dənə olacaq. Sonra burada deyir ki, hansı ehtiyat tədbirləri? Yəni bunun bir cavabı olacaq. Bir neçə cavabı ola bilməz. Burada da yəni konkret olaraq yəqin ki, bir cavabla ifadə olunur. Necə dəyişir? Artır, yoxsa azalır? Bu şəkildə ifadə edilə bilər. 46-nı oxuyuruq. Bilgur müəllim burada. 46-nı zəhmət olmasa oxuyun. Yəni burada cavab B idi, onu qeyd eləmədim. 46. Hansı açıq tipli sualdır? Torpaqların ən çox deqradasiyaya məruz qalması hansı regionda daha intensiv gedir? Bu qapalıdır. Bərk buğda növündən xammal kimi ən çox nədə istifadə edirlər? Bu da qapalıdır. Dünyanın siyasi xəritəsində müxtəlif rənglərdə nəyi əks etdirirlər? Bu da qapalıdır. BMT-nin beynəlxalq mübahisələrin tənzimlənməsində rolunu necə dəyərləndirirsən? Bu açıq tiplidir, çünki birbaşa onun fikrini soruşur. Y'də bəs? Yükləndikdən sonra cərəyan mənbəyindən ayrılmış müstəvi kondensatorun lövhələri arasındakı məsafəni 4 dəfə azaltsaq, onun daxilindəki elektrik sahəsinin intensivliyi necə dəyişir? Bu da qapalıdır. Bəli, konkret olaraq bir cavabı var. Adətən münasibət bildirdiyi suallar olur açıq tiplidir. Buyurun. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
Fikirlərini əsaslandırmaq üçün hansı arqumentləri gətirə bilirsən? Açıq sual. Bu düzdür. Çünki yenə fikrini soruşur, münasibətini soruşur. Gəncəvinin Leyli və Məcnun əsəri Füzuli Leyli və Məcnun əsərindən nə ilə fərqlənir? Bu qapalı sual olmalıdır, amma açıq sual yazdığına görə səhvdir. Xəstəlikdən qorunmaq üçün hansı vasitələrdən istifadəni özün üçün səmərəli hesab edirsən? Bu açıq sualdır, amma qapalı sual yazdığına görə səhvdir və səhv tərəfdə olduğuna görə götürəcəyik. Ozon təbəqəsinin sağlanması üçün hansı üsulları təklif edərdin? Açıq sualdır. Düzdür, amma yanlış tərəfdədir, götürməyəcəyik. Ona görə biz Bir, doğru tərəfdən doğrunu götürək, yanlış tərəfdən də yanlışı. 1, 3 oldu. Cavabım da oldu. C variantı. Şagird digər şagirdlərə ünvanlanan suallara onların əvəzinə cavab verir. Bu şagirdlər arasında narazılığa səbəb olur. Verilmiş halda müəllimin hansı addım atması daha doğru olar? Müəllim bu problemi aradan qaldırmaq üçün prosedur Qoymalıdır. Prosedur qoymalıdır. Müəllim şagirdləri cəzalandırmaq üçün onları prosesdən uzaqlaşdırmalıdır. Bu səhvdir. Prosesdən uzaqlaşdırmaq. Sonra müəllim sualda prosesini dayandırıb dərsin izahına davam etməlidir. Elə bilirəm bu da səhvdir. Gözləmə vaxtının vacibliyini xatırlatmalıdır. Bu düzdür. 1-4 variant oldu. Prosedur nədir bilirik? Prosedur və qayda. Fərqləndirə bilirik. Kim məlumatlıdırsa buyursun. Prosedur və qayda bir-birindən necə fərqlənir? Müəllimlərimiz buyurun. Amma təxmin edirəm ki, prosedur yəqin ardıcıllıqlardan ibarətdir, amma qayda punktlardan. Qayda konkret olaraq bir cümlə ilə ifadə olunur. Prosedur isə sanki onun mərhələləridir. Yəni qaydanı necə icra etmək yollarını bizə sanki mərhələ-mərhələ izah edir və dərs ilinin əvvəlindən, elə dərsin əvvəlindən müəllim dərs prosesinə aid prosedurları və qaydaları şagirdlərə öyrətməlidir, məşq etdirməlidir və bu sanki bir vərdişə çevrilməlidir. 43-ü də oxuyun zəhmət olmasa, Leyla müəllim. Onda Bəli, qayda biz bildik ki, bu konkretdə, yəni hər hansı bir qayda bunu, yəni qayda şəklində verilir. Yəni bunu hər bir kəs bilməlidir. Amma o mərhələlərdən ibarətdir. Prosedur elə. Prosedur, bəli, ayrı-ayrı cümlələrdir. Məsələn, tutaq ki, sinifdən çıxarkən hansı prosedurlar var? Birinci, partanı düzəldirsən, sonra sinifin sərbəsinə diqqət yetirirsən. Bu cür ayrıcıl qaydalar ola bilər ki, siz onu ilin əvvəlinə təyin edə bilərsiniz. 43 oxuyun. Müəllim şagirdlərə dərs prosesində mövzu ilə bağlı maraqlı bir sual verir. Onlara sual cavab vermək üçün müəyyən vaxt verilir. Təyin edilmiş vaxt bitdikdən sonra demək olar ki, heç kim sualın düzgün cavabını tapa bilmir. Suala düzgün cavabın şagirdlər tərəfindən tapılmasını təmin etmək üçün müəllim atdığı hansı addım yanlışdır? A. Müəllim şagirdlərə verdiyi suala uyğun köməkçi suallar verərək sualı daha da anlaşılır formaya gətirə bilər. Bu düzdür. Çünki köməkçi suallar verib, yəni daha da suala aydınlıq gətirə bilər. Sonra müəllim düzgün cavab üçün şagirdlərə açar məqamların tapılmasına yönəldə bilər. Yəni, açar məqamların bu da düzdür. Müəllim sualı aydınlaşdırmaq üçün şagirdlərə müəyyən mənbələrə yönəlib özlərinin oxuyub cavab tapmalarını təmin edə bilər. Müəllim deməli sualı aydınlaşdırmaq üçün şagirdləri müəyyən mənbələrə yönəldib özlərinin oxuyub cavab tapmalarını təmin edə bilər. Olar da, bu da ola bilər. Müəyyən mənbələrə İstinad etsinlər. Məsələn, müraciət edərək bu sualın cavabını tapa bilər şagirdlər. Bu da şagirdlərin fəallığından asılıdır. Müəllim şagirdləri qruplara bölüb həmin sualı
həmin sualı birlikdə təhlil edib müəyyən nəticəyə gəlmələrini təmin edə bilər. Xeyr, əgər bu sual şagirdlərə yönəldilibsə, məncə yox. Yeni də oxuyun D baxaq. variantı. Niyə səhv hesab edirsən? Yəni əgər bu sual şagirdlərə yönəldilibsə, onda Deyir ki, müəllimin müəllim burada şagirdləri qruplara bölüb, həmin sualı birlikdə təhlil edib, müəyyən nəticəyə gəlmələri. birlikdə dayanır. Yenə də olsun əməkdaşlıq edib təhlil edəcəklər də, yenə özləri tapacaq cavabını. Müəllim cavabı onlara hazır şəkildə ötürmədi. Onlar əziyyət çəkdi. Y variantını Yəni o Bir olmaq birlikdə müəllif. Y variantını zəhmət olmasa oxuyun. yerlərində müəllim şagirdlərə digər mövzular ilə əlaqə və sadə sualları verib, şagirdlərdə özünə inam yaradır və bu sualı cavab tapmalarına stimul verir. Bu ola bilər. Digər mövzularla əlaqəli. Mövzunu niyə yayındırır ki? Başqa mövzulara yayındırır fikrini. Hə, müəllim. digər mövzulara. Hə, onu diqqət yetirmədim. Hə, Hmm. digər mövzularla əlaqə və Burada sadə yəni suallar verib, mövzudan yox. kənarlaşırlar, həmin əsas mövzu Hə, qalır. mövzudan bəli. Kənar Bəli, əsas suallara mövzudan. cavab axtarırlar. Ona görə bizim məqsədimiz şagirdə Bu cavab sualı tapmırsa sadə sual vermək deyil, elə o sualın özünü tapmağa şərait yaratmaqdır. Ona görə düşünürəm ki, Y variantı olmaz. Razısınız? Bəli, bəli. Hülya müəllimə sizin sıranızda bir dəqiqə. 42. Cəlb olunma haqqında deyilənlərdən hansı doğrudur? Məqsədə uyğun öyrənmə fəaliyyətini müəyyənləşdirən mexanizmdir. Ola bilər. Şagirdlərin öyrəndiklərini daha yaxşı yadda saxlamalarını təmin edən fəaliyyətdir. Burada yaddaşa əsaslanmır, məncə bu yanlışdır. Şagirdlər intellekt səviyyələrini müəyyənləşdirən əsas faktor rolunda çıxış edir. Şagirdlərin intellekt səviyyələrini müəyyənləşdirən əsas faktor cəlb olunma intellekt səviyyəsi Bizim doğrunu istəyir, olmaz. yanlışı yox. Biz doğrunaq da bu yanlışdır. Sonra? Çıxış biletləri vasitəsilə öyrənilənləri möhkəmləndirmə xüsusiyyətinə malikdir. Bu cəlb olunma yox. Bu refleksiyaydı. Bəli, bu refleksiyadır, bu da səhvdir. Şagirdlərin idraki fəallığı artıraraq dərsdə aktiv iştirak etmələrini təmin edir. İdraki fəallığını artırır. Motivasiyadan söhbət Bu gedir. doğrudur. Cəlb olmanın digər adı motivasiyadır. Motivasiya nə idi? Dərsdə aktiv iştirak. Bəs A niyə deyil, Y-dir, tutaq ki? Məqsədə uyğun öyrənmə fəaliyyətini müəyyənləşdirən mexanizm. Öyrənmə deyil də, bu cəlb olunmadır hələ ki. Bəli, idrak fəallığını artıraraq dərsdə aktiv iştirakını təmin edən prosesdir. Təşviq edir prosesi. Ona görə Y variantı olacaq. Yəni cəlb olunmanı izah edən cümlə Y variantındadır. 41-i də zəhmət olmasa oxuyun. Verilmiş situasiyalardan hansı yanlışdır? Müəllim şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərsin əvvəlində açıq tipli suallardan istifadə edib buna nail ola bilər. Açıq tipli suallar idraki fəallığı artırır. Şagirdlərin öyrəndikləri uzun müddətli yaddaşa ötürmək üçün müəllim onlara dərsdə bağlı qapalı suallar verib mövzunu təkrarlamağa şərait yaradır. Yanlış oxşuyur. Dərs prosesində müəllimin verdiyi sualları Bloom'un idrak sahəsinin fərqli mərhələləri ilə əlaqəli olması şagirdlərin məsələlərə hər tərəfli baxmasına şərait yaradır. Bu doğrudur. Refleksiyanın düzgün aparılması şagirdlərin də həm özünü qiymətləndirmə, həm də qeyd ötürmə bacarıqlarını da inkişaf etdirir. Qeyd götürmə, Sonra? Refleksiyanın düzgün aparılması özünü qiymətləndirmə ola bilər. İnteraktiv təlimin üstünlüklərindən biri də sinifdə aktiv öyrənməni təmin edərək şagirdlərdə yumşaq bacarıqların formalaşması istiqamət verməsidir. Bu lap doğrudur.
Keçən dəfə müəllimlərimizdən kimsə soruşmuşdu ki, yumşaq bacarıqlar hansılardır? Mən də ona sıralama atmışdım. Son sıralamanı. Birincisi də yəni ünsiyyət bacarıqlardır, özünü ifadə etməkdir, başqalarına qarşı olan empatiya və digər hisslər. Dinləmə bacarığı. Bəli. 41-də o zaman cavabımız nə olar? Sual qoyduğumuz. B-dir mənim. Sualı bir də oxuyaq. B-yə nə demişik? Şagirdlərin öyrəndiklərini uzun müddətli yaddaşa ötürmək üçün müəllim onlara dərslə bağlı qapalı suallar verib mövzunu təkrarlamağa şərait yaradır. Bilik Bəli. yönümlü olmadığına görə interaktiv təlim. Bəli, indi bunu qeydə alırıq. Bacarıq yönümlü. Abituriyent hazırlaşdırırıqsa belə edirik. Yox, əgər dərsdə isə bilirik ki, yaddaş yönümlü yox, bacarıq yönümlü dərsdən söhbət gedir. Bunu da vurğulayım qısaca. Bugün bir fizika dərsində oldum, çox möhtəşəm idi. Dərs sadəcə 2 hissədən ibarət oldu. Müəllim orada crossword işlətdi və ikinci hissədə də şagirdlər elektroskop deyilən bir cihazı quraşdırdılar. Nəysə orada elektrik yükünün daşınmasını göstərdilər. Təlim nəticəsi də çox sadə qurulmuşdu ki, cihazı quraşdırır və onun necə işlədiyini nümayiş etdirir. Yəni burada əgər müəllim yaddaş məsələlərinə köklənsəydi, dəfələrlə ona suallar verə bilərdi. Elektroskop nədir, nə deyilir, tərifdən gedib lap sonuna kimi çıxardılar. Amma bircə dəfə o cihazı quraşdırmaqla onlar nəticəyə nail olmuş oldular. Yəni kurikulumun əsas məqsədi yaddaşı möhkəmləndirmək deyil, bacarığı formalaşdırmaqdır. Bunu da unutmayaq. 40-cı sual kimdədir? 40-cı sual məndədir. Buyurun. Hansı fikir yanlışdır? Sual-cavab prosesinin effektiv şəkildə təşkil edilməsi sinifdə qarşılıqlı fəaliyyət əsasında öyrənmə mühitinin yaradılmasına şərait yaradır. Doğrudur. Müəllim şagirdlərə əməkdaşlıq bacarığının inkişafı ilə bağlı müzakirəyə sövq etməklə onlarda həm də tənqidi təfəkkürü formalaşdıra bilər. Bəli, çünki müzakirə əsaslıdırsa, yəni kökü odursa, tənqidi təfəkkür formalaşır. Şagirdlərin sual-cavab prosesinə cəlb edilmələri onların əldə etdikləri bilik və bacarıqları möhkəmləndirməyə, öyrəndiklərindən məna çıxartmağa yardım edir. Bəli, bilmədiyini də hətta o köhnə qayda demirik ki, bilmədiyini də digərinin sualından, cavabından öyrənir. Effektiv təşkil olunmuş müzakirə prosesi şagirdlərdə yumşaq bacarıqların eyni zamanda birgə öyrənmə mədəniyyətini formalaşdırmasına şərait yaradır. Sual-cavab və müzakirə prosesinin gedişində nəzarətin müəllimin öhdəsində olması şagirdlərin təlim nəticəsinin yüksəldilməsini təmin edir. Nəzarətin müzakirə, sual-cavab və müzakirə prosesində, müzakirədə yox, ümumiləşdirmədə məncə müəllim fikrini bildirməlidir. Nəzarət məsələsi deyil, yəni biz avtoritar rejimdə yox, demokratik rejimdə dərs qoyuruq. Müəllim sadəcə onlara əlverişli təlim mühiti yaratmalıdır, düzgün yol göstərməlidir. O baxımdan nəzarət mexanizmini, bu avtoritar sistemi kurikulumda kənara qoya bilirik. Ona görə yanlış olacaq. Həyatla əlaqələndirmək mütləqdir. Hal-hazırda da ona fikir verirlər, həyatla əlaqələndirmə. Şəkil və videolardan istifadə, bəli, diaqram, İKT, yəni nə varsa istifadə. Dərslik tək resurs deyil də, yəni diqqət cəlb eləmək üçün hər şey istifadə eləmək olar. Şagird təxəyyülünü inkişaf etdirən açıq tipli suallar, bəli, necə, niyə, nə üçün, səncə, bunlar hamısı açıq suallardır. Şəxsi jurnallar strategiyası ilə bütün şagirdlərin qeydiyyatına aparılmasını təmin etmək, mövzu ilə bağlı əyani vəsaitlər göstərmək, bu doğrudur. Onda burada da D qalır. Yəqin bu onu demək istəyir ki, bir filan kəs, dur lövhəyə, filan kəs, elə bir şey eləmir yaxı. Aktiv olanlar qiymətlənir, çalışır zəifi aktivləşdirək. Həm də şəxsi jurnallar üsulu refleksiyada tətbiq olunur, onu da deyə bilər. Yəni bilirsiniz ki, refleksiya üsulu kimi şagirdlər şəxsi jurnallardan istifadə edir. Burada isə elə bir üsul adı var, yəni şəxsi jurnallar. Jurnal hansı ki biz deyirik, köhnə qayda dəftəri. Onlar orada özünün qarşılaşdığı çətinlikləri qeyd edə bilərlər və onu sizlə də bölüşə bilərlər, bölüşməyə də bilərlər. Başa düşdüm. Adı dəyişib, şəxsi jurnal. Elə bilim, mən müəllimin şəxsi jurnalı. Deyəcək informativimiz var axı. Başa düşdüm. Həmin üsul da var.
Hansı fikir yanlışdır? Şagirdlərdə fəal dinləmə bacarığının formalaşdırılması müzakirə prosesinin effektivliyinin təmin olunmasında əhəmiyyətlidir. Bu düzdür. Müəllim dərs prosesi boyu məqsədindən asılı olaraq şagirdlərə müxtəlif növ suallar ünvanlaya bilər. Bu da düzgündür. Sual-cavab prosesində şagird yönümlülüyü təmin etmək məqsədi ilə şagirdlərdə fikir formalaşdırmaq bacarığını inkişaf etdirməyə diqqət etmək lazımdır. Şagirdlərdə fikir formalaşdırmaq. Bu da düzdür. Yəni açıq sual verə bilərik, kapalı sual verə bilərik və s. Müzakirə prosesinin effektiv şəkildə təşkili üçün şagirdləri aşağı təvəkkül səviyyəsinə aid suallarla prosesə cəlb etmək məqsədi uyğundur. Yəni aşağı olmalıdır, həm də yuxarı olmalıdır. Sadəcə aşağı olsa olmaz. Bu yanlışdır. Sual-cavab və müzakirə prosesi təşkil etməzdən öncə şagirdlərə qaydalar izah edilməlidir ki, qarşıya qoyulmuş məqsədə çatılsın. Bu da düzdür. Cavab D variantı. Yəni burada konkret yuxarı yoxsa aşağı təfəkkür səviyyəsi demirik. Hər ikisindən suallar ola bilər. Hər ikisi olsun. Bəli, buyurun. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Müəllimin dərsi əməkdaşlıq əsasında effektiv şəkildə təşkil etməsi təlim nəticələri aşağı olan şagirdlərdə də müsbət irəliləyişin olmasına şərait yaradır. Ola bilər, bu düzdür. Müəllim təlim əməkdaşlıq şəraitində qurarkən şagirdlərin sonda əldə edəcəkləri bilik və bacarıqları onların diqqətinə çatdırmalıdır. Bəli, təlim nəticəsini öncədən deməliyik. Bu da düzdür. Müəllim qruplar arası rəqabətin yaranmasında xüsusilə diqqət etməlidir ki, əks halda şagirdlər dərsin yaranmamasına xüsusilə diqqət etməlidir ki, əks halda şagirdlər dərsin məqsədindən yayına bilərlər. Bu da düzdür. Deyirik ki, rəqabətin yaranmasına əngəl olmaq lazımdır da bir yerdən sonra. Əməkdaşlıq əsasında öyrənmə şagirdlərin yalnız akademik fəaliyyətlərinə deyil, onlarda yumşaq bacarıqların inkişafına da yardım edir. Bu da düzdür. Bizdən də uyğunluğu soruşduğuna görə doğru tərəfdən doğrular götürəcəyik. Çünki hamısı doğrudur. Bu rəqabət məsələsi bir dəfə də imtahana düşmüşdü. Onda diqqətli olun. Rəqabət yaranmasında biz ehtiyatlı olmalıyıq. Xüsusi kurikulumda bu cümlələr seçilmiş şəkildə istifadə olunur. Bizim məqsədimiz rəqabət yaratmaq deyil, bilgini ötürməkdir və hətta belə bir söz var, özünü ötməlisən. Şagirdə bunu aşılamalıyıq ki, özü ilə yarışır, başqaları ilə deyil. 36'dayıq. Deyəsən Ülviyə müəllim sizdəydi. Kimdəydisə buyurun. Qarışdırdım. Buyurun, az qalıb. Bəli. Buyurun. 36-nı oxuyuruq. Uyğunluq pozulmuşdur. Müəllim təlimi əməkdaşlıq əsasında təşkil edərkən məzmunun şagirdlər üçün cəlb edici olmasını nəzərə almalı. Bunun üçün seçici davranmalıdır. Doğrudur da. Doğrudur. Burada da doğru verilir. Müzakirə prosesində iştirak şagirdlərdə empatiya, müxtəlif fikirlərə qarşı dözümlülüklə ünsiyyət fərqləşdirməsi formalaşır. Müzakirə prosesində Şagirdlərdə empatiya, müxtəlif fikirlərə qarşı dözümlülük və ünsiyyət səriştəsi formalaşdırılır. Bu doğrudur. Yəni niyə yanlış doğrudur. Bura yanlış yazılıb, amma doğrudur bu. Amma doğru fikirdir. Burada uyğunluq artıq pozulur. Sonra? Pozulur. Şagirdlərin dinləmə bacarığına sahib olmaları onların savadlılıq kompetensiyasının formalaşmasına müsbət təsir göstərir. Dinləmə bacarığına sahib olmaları, bəli, onların savadlılıq kompetensiyasının formalaşmasına müsbət təsir edir. Bu da doğrudur. Burada yanlış verilib. Sonra? Yanlışdır. Yanlış deyil, doğru deyil bu. Həm də yəni burada belə verilib deyə uyğunluq o zaman pozulur. Növbətini oxuyaq. Sonra şagirdlərə qiymətləndirmə meyarlarının öncədən verilməsi əməkdaşlığın effektiv şəkildə təşkilatında vacib rol oynayır. Öncədən qiymət bu yanlışdır. Niyə? Meyarları öncədən verməli deyilik. Dərsin əvvəlində meyarlar təlim nəticələridir. Şagirdlərin qiymətləndirmə meyarlarının öncədən verilməsi əməkdaşlığın effektiv şəkildə təşkilatında vacib rol oynayır. Onlar necə qiymətləndiriləcək? Şagirdlər bilməlidir ki, onlar hansı meyarlar əsasında qiymətləndiriləcək. O səviyyələrə uyğun da.
Bəli, səviyyələrə uyğun eyni zamanda meyar. Məsələn, şərh etmə meyarı, müşahidə etmə, reaksiya tərtib etmə və s. və s. Bu Aydındır. doğrudur. Onda burada da doğru göstərilib. O zaman uyğunluq pozuldu. 2 və 3-dən 2, 3 hansı variantdadır? D variantı. 35-i D variantı. oxuyaq. Vaxtımız azalır. Buyurun. Təlimdə cəlb olunma nədir? Tədris ediləcək mövzuya maraq oyatmaqdır. Bu düzdür. Yəni hansı mövzunu tədris ediləcək motivasiyada maraq Tapdıq da, oyatmalıdır. nə cavab? Görəm, Məncə vaxt itirməyək. Maraq oyatmaqda cəlb olunma cavabı tapmışıq. Digərləri səhv olacaq. digərlərini də oxuyuruq. Yox, oxumayın. Tapdıq cavabı. 34-ü Lamiyə müəllimə buyurun oxuyun. Vaxtımız çatan qədər. 34. Aşağıdakı hansı situasiyada müəllimi refleksiya prosesini düzgün təşkil edir? Müəllim yeni dərsin izah hissəsində arada fasilələr edir, şagirdlərə bir neçə qapalı sual verərək onların öyrənmələrini möhkəmləndirir. Müəllim yeni mövzuya keçməzdən əvvəl şagirdlərdə əvvəlki mövzu ilə bağlı bir neçə sual ünvanlayıb onların fəaliyyəti dərs prosesini izləyib onları. Çox güman ki, variant A-dır. Bircə saniyə deyə baxım. Refleksiyanı Dərs saxlayış dərsin prosesini qədər keçirilən ümumiləşdirmə aparır, cütlərə ayrı dərslə bağlı öyrəndiyi məqamları çox güman ki, A-dır. Niyə? Sonra Qapalı səhv sual veririk. Refleksiyada biz qapalı Qapalı yox. Onda yeni mövzuya keçməzdən əvvəl deyil. O diaqnostik kimi bir şeydir. Dərs prosesini izləyib onların inkişafa ehtiyacı olan tərəflərimi yox, bu da deyil. Müəllimin dərsi mühəndis dərsi bu hissədə qədər keçilənləri bu yəqin ki, D variantıdır. D. Refleksiyada deyirik ki, şagird özünü anlamalıdır. D-ni oxuyuram. Müəllim dərsin müəyyən hissəsini dərsi saxlayır. Şagirdin dərsin bu hissəsinə qədər keçilənləri ümumiləşdirmələrini tapşırır. Şagird dərslə bağlı ümumiləşdirmə aparaq. Onun hissindən, ehtiyacından danışmırıq. Sanki refleksiya duyğulara istinad edir. Burada nə deyir? Müəllim şagirdlər cütləraraq dərslə bağlı öyrəndikləri məqamları, həmçinin dərsdə onlara maraqlı gələn hissələri bir-biri ilə bölüşmələrini tapşırır. Sanki 3-2-1 üsuludur. Biz deyirik axı, refleksiyada hisslərdən danışırıq. Sanki şagird özünü ifadə edir ki, mən bu hissə həm tələsdim, həm də o ağlıma gəlmədi. Cütlərə də yəni ayırmaq olarmış. Bəli, yəni cütlərə ayıraraq şagird sanki bir-birinə rəy ötürür, çox maraqlı olur şagirdlərin bir-birinə rəy verməsi. Bu da oldu Y variantı. Deyəsən, var son saniyələrimiz. Yardım edən fəaliyyətdir. Refleksiya şagirdin təkcə öyrənməsini deyil, tənqidi düşüncəsini, bəli, şagirdlərin öyrəndiklərini qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürməsinə təsir edir. Belə yanlışdır, yanlış. Yanlışdır. Biri cəlb etmə. Cəlb edən. B səhvdir. Cəlb etmə mənası. Cəlb etmə olmayacaq, motivasiya olacaq. Həcər müəllim oxuya bilirsiniz, 32-də siz oxuyun deyəsən sondur. Müəllimə, bəli, hansı fikir yanlışdır? Refleksiya istifadə həm də ona görə lazımdır ki, müəllim şagirdlərin metakoqnitiv düşüncəsini inkişaf etdirsin, düzdür. Müəllim şagirdlərin müxtəlif informasiya mənbələri təmin edərək araşdırma cəlb etmək refleksiya. Hə, bu düzdür. Cəlb etmə ona görə lazımdır ki, dərs zamanı şagirdlərin meyil marağına və potensial imkanı üzrə çıxımı mümkün olsun. Aha. Zehni inkişaf səviyyəsi həm də ona görə şagirdlər müəyyən bacarıqlar. Amma D bəndi məncə səhvdir axı. Zehni inkişaf yox, burada idrak inkişaf səviyyəsi müəyyənləşdirilməlidir. Şagirdlərin öyrənmə təcrübələrini ona görə bilmək lazımdır ki, müəllim şagirdlərin zehni inkişaf Zehni inkişafı yox, idrak inkişafı var məncə orada. Ümumiyyətlə zehni inkişaf səviyyəsini biz öyrənmə təcrübələrinə görə təyin edə bilmirik. Bu Piaget'in məsələsidir. Bu yaşla əlaqəlidir. İnteraktiv formada dərs keçmək həm də ona görə lazımdır. Y variantı düzdür. Müəyyən bacarıqlar bir-birindən öyrənilir. Bəli, çünki burada cütlərlə, qruplarla iş nəzərdə tutulduğu üçün bir-birindən öyrənə bilərlər interaktivdə. Biz 32-yə qədər baxa bildik. Digərlərini də siz baxın. Əgər sualınız var idisə, gərək ünvanlayardınız. Onu da qrupda atarsınız. Növbəti Mən bütün şey deyə bilərəm. Taksonomiya var. Mən onun izahı varsa ata bilərsiniz. Mən bütün mövzular hamısını dərk edirəm. Bir taksonomiya mənə çatmır. Həmişə onu səhv yazıram. Qeyd olmalıdır. Göndərəcəm sizə. Qrupa göndərəm. Onu göndərərsiniz, baxaram görüm. Oldu. Yaxşı, hələlik. Sağ olun.